Məyər insan, xüsusən də müsəlman, öz vətənində xiyanət gəlmək, öz vətənində düşmək olmaq və öz vətənində fəsadı gətirib çıxarmaq, hərci məcliyə və s. Necə sən öz vətənində xainət edirsən? Xüsusən də əgər sənin vətənin İslami vətəndirsən. Əksinə, müsəlman ölkədə vətəni sevməkdə, vətəndə dinin qalmağında, çalışmaqda, İslamın qalmağında, atmağında, vətəndə əmin-amanlığa kömək etməkdə, burada heç bir müxalif şəriyyəti bir şey yoxdur. Əksinə şəriyyətdən də yoluşlar. Şeyx Hüseymin deyir ki, rahiməhullah, baxmayaraq, yəni bu hədis uydurmadır və s. Lakin İslam diyarını sevmək imandandır. İslam diyarını sevmək imandandır. Şeyx Hüseymin deyir, rahiməhullah. Və kim ki, vətəni, məsələn, meylidir, sevir, həddində, təbii ki, bu da həddində olmalıdır. Bunda heç bir eyb yoxdur. Əslində,